sevilenler sevenler. Yurdumuza yaz gelip biz barışsın küsenler. Talih size yar olsun sevilenler sevenler. Şeker bura patlana bezer verir komşaya. Baharın nemetidir ele obaya. Şeker bura patlana bezer verir komşaya. Baharın nemetidir ele obaya. Şeker bu Şahbızdı güzel hanım Raysel. Başımı kızdım Selman Raysel. Güzel kızdı güzel hanım. Bu cür möhtəşəm açılışdan sonra sizi salamlayırıq. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gəncin bayram buraxılışı efirdədir. Baxın, görürsünüz, mən də bugün özəl hazırlaşmışam. Düşünürəm ki, yaxşı görünürəm. Birazdan Afakamdan fikirlərini soruşacağım. Odur ki, milli adət-ənənələrimizin yaşadıldığı, yaşandığı, unudulmadığı Novruz bayramı elimizə, obamıza xoş gəlib. Bahar təravətli Azərbaycan gəncləri, özümüzü bir alqışlayaq. Bu bahar bayramında dəyərli münsiflər heyətimizi sizə təqdim edəcəm. Çünki onlar Şən Gəncin olmazsa olmazlarıdır. Bəli, onlar olmasa Şən Gəncin dadı, duzu, marağı olmaz. Odur ki, təqdim edim sizə Azərbaycan Respublikasının sənətkarı, hər kəsin sevimlisi. Çünki o bizim sənətkarımızdır, o sizin sənətkarınızdır. Nə yaxşı ki var. Respublikamızın xalq artisti Afaq Bəşir qızını salamlayırıq. Bugün dəyərli insan Coşqun müəllimi aramızda görmürük. Bəzi səbəblərdən bugün burada olmayacaq, amma bugün burada Şən Gəncin var olma səbəbkarı var. Bugün burada bu şəhərdənin rəhbəri var, prodüser, senarist, hər ay vaxtında maaşımızı ödəyən Müşfiq Abbasov aramızdadır. Onu çox sevir bütün oba el, qarşınızda Rafael İskəndər. İskəndərov Rafael, redaktorumuz dedi, bəli. Qarşınızda İskəndərov Rafael. Hər vaxtınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Respublikamızın əməkdar artisti. Soruşmaq ayıb olmasa o şeiri yazanı mən ağzına isti süt dökmüşəm, ya başını isti suyla yumuşam. Məndən nöş yazmış şeir. O mənim həyatım, o mənim canım, sizi çox sevirik, ay Afaq xanım. Dincəldin? Hazırlıqlıdır. Mən doğrudan da o indi görünməsə də mən bilirəm o kimdir. Olmasa da öyrənciyəm. Amma çox nazik qızdır. Çox belə, necə deyimsə, çox mötəbər qadındır. Çox Onu belə... yazan qadın deyil. Bizim Şən Gənc verilişinin həmişə baharı olan Aysel xanım. Çox sağ olun, təşəkkür edirəm. Afaqam, necə görünürəm? Ay Boran, səndən yoxdur ki. Novruz bayramında da boran oldu. Mümkünsə ay Novruz, ay bura. Sənin əynindəki paltarın ən aşağısı bir 18 kilo çəksi var. Onu qışda giyinginlə, çıxginlə, belə qar vuramla sənə soğuk olmayacaq. Amma heyif deyil, hə?
bəli, milli gim. bəli. Heyfdir. Çox İndi gözəl. şəkillərdə görmüşük də. Çox gözəl. Buna abır, həya, gözəllik. Həqiqi gözəllikdir. Bizim milli paltarlar gözəllik verir hər bir xanım. Xoşbəxt o xalqdır ki, Bakı milli geyiminə təşəkkürümü bildirirəm saxlayıblar geyiminə Orta görə. Asiyada. Bəli. Orta Asiya öz milli geyimini saxlayıbdır. Afaq xanım, mən axırıncı çərşənbədə, ilaxır çərşənbəsində gəldim, qapınızı döydüm, açmadınız. Bizim qapını döydün. Bəli. Hansı qapını döymüsən? Döyürdün pusurdu. Ay soba, sual onda hansı evinə getmirsən? Da. Bağda olub da, bağda hansı ev deyəndə ki, bir bağ var, bir ev var. Bayramdır, yığışıb bağa. Hansı bağında? Qubadakı, Bakıdakı. Bu zonadakı. Bu zondadakı hansı bağındaydı? Gəlməmişdim, cəsarət eləyə bilmədim, cürət eləyə bilmədim. Amma Rafael müəlliminin qapısına papaq atdım, içinə yazdılar bəxtini bir də sına. Ona görə daha getmədim o qapıya. Bir də Uşaqlıqdan o yazırıq elə. hə, redaktorlarımız yazıb göndərdilər şeir. Dedilər ki, orada Müşfiq müəllim var, heç olarmı ki, onu şeirsiz qoyaq? Hə, oxu bala, oxu. Sən Üçün. irəliləşəmə. Qısaca, qurban olum. Bunun yəqin ki, mənim izah etməyimi, mənim şeirə çevirməyimi istəyirsiniz. Bəli. Müşfiq müəllimə qurban olasınız. Yoxsa mən bunu yaxşı şeirə çevirərdim. Müşfiq müəllim, Bəli, Asiyə xanım. necəsiz? Allah şükür yaxşı. Verilişimizin baş sponsoru Azərbaycanda yeni mobil operator Aysel. Elə bildim doğrudan mən də diqqətlə dinləyirəm müəllim. Niyə xəbər? Aysel. Bəli. Bəli, bu nömrəyə zəng Gəlmişsən çatmır. gələcək şirkətlər üçün Dua yaxşı bir elə şeydir. ki, Asasa. mənim sənə qoyduğum adlara bax. Bu sənə qoyduğu adlara bax. Qırban olum. Şən gəncimizə başlayaq. Nə deyirsiniz? Başlayaq, hələ gecini. Başlamalıydı. Sujetlərimiz var, bayram mövzulu sujetlərimiz var. Bugün C qrupunda olan komandaların videolarını izləyəcəyik. Gəlin baxaq görək, Füzuli Gənclər Evi bizə nə hazırlayıb? Keçə, axır ki, gəldi Şuşaya da çatdıq. Ay keçə, bütün arzularımızı yerinə yetirdi, bir dənə səni evləndirmək qaldı. Bir qız tapmışam. O kəndin bütün çiçəkləri onun gülüşü ilə açır. Ay keçə, öz başını bəzə, yoxsa baxar qızı səni payız küləyi zənni. Mənim saçım yoxdur deyə Bahar məni sevməzmi? Ay keçə, bəs sən baxar qızını necə təəccübləndirəcəksən, hə? Onu dünyanın ən yaxşı pahlavasına aparacağam. Pahlava ilə məni qəbul etməyən yoxdur. Hə, ona deyir ki, baxar qızını necə, gəl bir şu babamla. Bülbüle avaz gelip, Novruz gelip, yaz gelip. Bülbüle avaz gelip, Ay keçə, Novruz gelip. sən ki niyyətini qutarmaq, indi baxar qızını nə aparacaqsan? Oyda! Deyərəm yolda şirniyyatlı quşlar yiyir. Dur, gedək görək. Aköz kasa gelsene, gelip salam versene. Hey! Aköz kasa gelsene, gelip salam versene. Çömşeni doldursana, kasanı yola salsana. Hey! Çömşeni doldursana, kasanı yola salsana. Ay uyruğu, Geç. uyruğu, kasap bir oyun eyler. Bu başlı filmdən təmiz olman kimdir? Hə, mənəm keçən. Bahar qızına elçi gəlmişəm. Novruz gelip, yaz gelip, yüreğinde saz gelip. Deməli yurdumuza bahar gəlir. Koçasını açıp gül. Şükür Allaha, gəldi bahar. Füzulinin bu sujeti olmasaydı anlamayacaktıq. Kim var burada? Qaldırın bir görə. Aa, özləri buradadır. Füzuli Gənclər Evi, Göyçay Gənclər Evi, Şirvan. Daha sonra kim var orada? Qaldırın da plakatlarınızı uşaqlar. Göranboy. Mən yaxşı görmürəm, biraz qocalıqdandır. Kürdəmir, Göyçay.
Hə, xoş gəlmisiniz. İndi Füzuli Gənclər Evi, onu belə qəşəngcə qaldırın yuxarı ki, ürək sözlərinin kimə ünvanlandığını bilək. Afaq xanım, oradadılar. Kim? Füzuli Gənclər Evi. Laf yox. Sujet haqqında fikirlərinizi eşidək. Səfa gətiriblər. Hayf o kostyumlardan. Kostyumlardan, geyimlərdən. Əvvəlində o kostyumları görəndə dedim ki, aha, nəsə yenilik gördük də, yəni. Axırı çox, yəni çatdıra bilmədilər. Fikir sona qədər bildi, yəni başa düşüyor, onun qabağına şərt qoydu, o da Ümid edək ki, C qrupunda bugün baxacağımız ən zəif video bu video olacaq. Ümid edək ki, bundan betər olmasın. Amma uşaqlar, Rafael da düz vuruladı, gül kimi rekvizitləri var, mövzuya uyğun, hər şey. Adam belə ilk kadrdan belə ürəyin açır ki, aha, nəsə gözləyək, amma əfsuslar olsun ki, heç elədilər. Əziyyətlər də var, çəkiliş məkanı, evin içini çəkiblər, çöldə çəkiblər, get, gəl, başa düşürük, işıq, səs və s. Amma əfsuslar olsun ki, mövzu ssenari, kasatlığı var idi, belə deyək. Keçən mövsüm səhv eləmirəmsə, Füzuli Gənclər Evi bizim Şəngənci ilk tərk edən komandaydı. Bu mövsüm artıq ilk tərk edənlər var. Bakı getdi bu mövsüm C qrupundan. C qrupundan, bəli, Bakı gedib. Onu da çox şey gözləyirik, əfsər olsun ki, getdi. İndi görək Füzuli, bəlkə də gücləndilər. Keçən mövsüm başımıza gəldi bəzi komandalar, əvvəldə zəif idilər. Misal üçün, Lənkəranda səhv eləmirəmsə, getdikcə gücləndi, gəldi finala kimi çatdı. Qaradağ, Qobustan da əvvəllər çox yaxşı dedilər, amma sonunda finala Gəncə gəldi. əksinə idi, güclüydü, getdikcə zəiflədi. Göyçay güclüydü, sonra Göyçay və s. zəiflədi. İndi öz təcrübəmizə biri. İndi ümid edək ki, getdikcə daha yaxşı olsun. Bəlkə də qismət oldu, Füzulini biz finalda gördük. Hər şey ola bilər. Amma bu verilişdə bu şey zəif idi. Sadəcə bəxtləri gətirib ki, bugün heç kim tərk eləmir. Bayram olduğuna görə hamı qalır. Sadəcə olaraq gələcək bilsinlər ki, növbəti verilişlərdən artıq belə şey olmayacaq. Hər qrupda, hər verilişdə bir komanda ilə biz vidalaşmalı olacaq. Yəni komandalar bunu nəzərə alsınlar. Afaq xanım. Çox zəif. Çox, həddindən ziyadə zəif. Keçəllə zat elə rəqs eləyər. Bəlkə mən səhv deyirəm ama uşaqlar. O rəqs kimi rəqs idi. Belə-belə oynayırlar. Özü zat akt. Deyin qüvvəmiz yoxdur. Onun üçün də ağız açaq. Kömək eləsinlər sizə. Çəkilişə mən bir söz demirəm. Çəkilişə bir söz demirəm. Amma oyununuz, o fikriniz pax böyük bir şey oldu. Keçən nə varsa qoşundurun hamısını yiyib, sonra boş qaba apardınız bahar çox. O qədər güldük ki, inan Allaha, zat güclənməyə durğusu Rafael. Adamın xətrinə dəyirsiniz. Adam istəmirsin xətrinizə dəymə. Amma adamın xətrinə dəyirsiniz. Mikrofon. Davam eləyək. Bəli. Goranboy Gənclər Evi də elimizə bahar gəlib mövzusunda sujet hazırlayıb. İnşallah ki, gülərik. Qoşa yarıyasınız. Yarıyanlardan olarsınız. Amin. Maşın heç qalmadı ki. Dedim də götürmüşəm 50 dəfə soruşma. Sağ olun, xoş gəldiniz. Buyurun. Bayramınız mübarək. Sizlə vahəm, xoş gəlmisiniz. İçəri keçin. Ana görüm Allah. Bu yay quda. Gəl öpüm səni. Buyurun, içəri keçin, Ne yaxşı quda olduğu deyirəm, çərşənbəzli mübarək ya qardaş. Hə, əzizlərim, mən çox şadam ki, bu gözəl axşamda bir yerdəyim. Od çəkilməz. Od bizim mədəniyyətimizdə böyük rol oynayır. Məsələn, mənim cavanlığımda qaz peçi yox idi. Çırtırpı ilə ocaq qalırdı. Hələ bir dəfə də anamın pişirdiyi yeməyi yandırmışdım. Çömçə ilə məni döyürdü. Ümumiyyətlə, o təhlükəli şey. Oğlumla da qızınız, nə deyim, lap odla alov kimi. Əşey, xocular kim götürür? Hər dəfə yəni boyda konusu şərtdir də. Sən məndən çox biləcəksən. Pul yoxdur. Borca girmişəm. Onu heç göndərməmişdən qabaq fikirləşərdin. Hə, ana nə dedi odur?
Səndə keçən dəfə kimi çox danışma. İşdin? Papa deyir pul versin ha. Pul qoyfsuz həməndə. Pul yoxdur. Uçdu. Hə nə uçdu ya, məzələnsən. Papa deyir ki, qudama bək qonaqlıq söz vermişəm. Pul verməlisən. Ata dedi ki, nə oldu? Köhnə günlərdəki kimi bəlkə tonqaldan tullanar. Mart gəldi, dərk gəldiyə son. Faiz yandıran bank. Borcusunda yandınsa gəl biz söndürək. Faizsiz kredi tam bayram havası. Novruz bayramınız mübarək. Araydı bura. Goranboy. Goranboy. Goranboy Gənclər Evinin yanaşması fərqli idi, maraqlı idi. Müşfiq müəllim. Maraqlı idi. Uşaqlar bizdə olan böyük bir problemlərin birinə toxundular, yaxşı toxundular, yerində toxundular. Ki, həqiqətən, ya bu bilirsiz nə deməkdir? Çalışın aprel ayında nişanlanın və bir-iki ayda toy eləyin, qutarın, canını susarsın. Sən çox düydün hələ. Araya bir şey tapacaqlar, kiminsə ad günü, yan əmləsə. Bu həqiqətən bu da var və doğrudan da hər çərşənbədə o oğlan tərəfin xərci, o xərci artıran məqamlar, kimsə bunu süni eləyir, kimsə nəsə təbii eləyir. Düzdür, bayramlaşmaq lazımdır. Hər şey, uşaqlar biraz yaxşı mənada qabartmışdılar. Adətən Novruzda bilirsiniz də, konça aparırlar da, nişanlı tərəfə. Bunlar onda lap xırdalanmışlar, çox yaxşı eləmişlər. Məncə çox yaxşıdır, yəni ssenari də yaxşıdır, uşaqların yanaşması. O həqiqətən problemə toxunublar. Bu bizdə problemlərdən biridir. Bəli. Hətta elçi getmək istəyən analar da deyirlər ki, gözdə bayramlar bitsin. Uzatma. Evlənin Allah xoşbəxt versin, onunla da xərciniz azalsın. Da yoxsa ad günü 8 mart, yeni il, qaynana tərəfin ad günü kiminsə, mamanın, gəlinin və nənənin. İş burasındadır ki, bunun hamısını problemə çevirən bizim özümüzdür. Özümüzdür, heç kim özümüzdür. Ümumiyyətlə, bu mövsüm Goranboy, keçən mövsüm Goranboydan xeyli fərqlənir. Xeyli fərqlənir. Keçən səfərdə olan izahlar çox gözəl oldu. İndi maşallah əladılar. Afaq xanım, studiyamıza elçi düşüblər. Kimə? Studiyamıza. Elçi düşən var. Kimə? Sizin Afaq xanımın sevdiyi bir insana elçi düşüblər. Başqa bir komandadan bir obraz var, gözəl obraz. Sevdiyi. Obraz deyəndə, həqiqətən çox istəyirsiniz. Sizcə kimi elçi Yaxşı məsləhətlər də gəlib? vermişsiniz. Afaq xanım, sizcə kimi elçi gəlib? Valla mənim adım gələn yerdə elçi gələnin görə 7 dənə başı olsun. Yenə qoy gəlsin görə 2 Bir xanım obrazımız var ya, Afaq xanım. Hansı gəncdir? Akstafadaydı. Akstafadan. Sənubərdir. Saniçka. Dedim var ya, ona elçi gəliblər Sənubərə. Çərşənbələri keçidib sonra gəliblər ki, çərşənbədə hədiyyə zad gətirməsinlər. Bayram günü gəliblər. Deməli, Goranboy Gənclər Evindən münasib bayram baba. axşamı var, hələ bayram var. Zıppıltı ondadır çərşənbədə. Münasib baba. Sənubər Lady'yə elçi düşüb və buradan ona deyəcək sözlər var. Necə deyəcək? Gəlsin görək, nə cür deyəcək? Sənubər Lady'nin bəxtinə bax, 2 dəfə efirə çıxdı, elçisi də hazırdır. Buyurun, ay münasib baba. Sağ əli. Ay salam əleyk. Hər vaxtınız xeyir olsun. Ay nə qəşəng geyinib abi. Hara gedəcəm? Də nə? Nə deyir? Babamın batinkaları savurmayın. Fərzə tapar. Nətərsiniz? Hər vaxtınız xeyir olsun. Ay gözəl sənətkarı. Sizə televizorda baxıb, biraz təngi nəfəs olmuşam. Mən o pilləkəni çıxartdılar. Yeriyə. Nətərsiniz? Şükür. Nasib baba, neçə yaşınız var? Nəm valla hər il dəyişir. Bilmirəm axı neçədir. Yəni bir 70'i keçmisiniz. Hədə elə deyə yel olsun. Yaxşı da, nədir qoydu görürüm. Bəs Sənubər xanımın yaşını bilirsiniz? Onda deyən 65 keçib. Yox, onda da bir 70'i keçib. Eləmi? Hə, dana tayını tapar da, nə bala? Sən evlisən subay. Sən çox dərinə getmə baba. Sən çox dərinə getmə ay baba. Yox, bizim bir məmi var kənddə. Deyirdim bir baş göz eləyim da. Hələ bir səni baş göz eləyək baba, ondan sonra mən bura baxarım. Afaq xanımı deyib gəlmişəm. Necə? Sənubər deyildi. Yox, Afaq xanım da indi böyük kimi. Əhməd mənim işdir ha. Yox. Sənə mən ağlamaq istəyirsin ki, başına dönün burada cəmaatın içində bir yaxşı görüm ha qızım. Hə. Ona fikir vermə. Yox, cavan dana nə böyük var, nə kiçik var, nə ağ saqqal var, nə qara saqqal var. Elə baxırdım verilişlərdə, deyirdim bu qızın üstünə niyə düşübsünüz elə. Bunun bir zat, hə, düzdür.
Haycan. Böyle abırlı Sənibər Lady'nin plastik əməliyyatlarına pul çatdıra biləcəksiniz? Bir ferma malım var, ne olacak? Bir ferma, bir 20 baş, 30 baş. Deməyəcəksiniz show biznesdən uzaqlaş. Kim? Mən özüm də bu gündən show biznesdəyəm, ben elə. Bax, yıxılmışdım. Burada yaman sürüşdüm. Mahnı ilə deyəsən sözləriniz demək istəyirsiniz. Yox, mahnını bu studiya yazmışıq. Mən istəyirdim bir aşk havasından gəlim. Prost dedilər cavanlar var burada. Ona görə bir cavan sayağı bir musiqi yazdırdılar. Buyur. Oxuyaq mı? Baxın da nətər məsləhətdir. Onda oxuyaq. Ben münasip şengence belə bir mahnı yazıp saçlarım ağarı biçimde bir cavan var münasip efirde münasip ey münasibem ben münasip şengence belə bir mahnı yazıp saçlarım ağarı biçimde bir cavan var münasip efirde münasip salam herkese efirde mən babanam ellerinizi kaldırın ey tavana çoxları mənə yaraşdırmır biti koca olsam dəyərəm 100 savana gönlümü sizlere bölüp gelmişəm köhnə bilisimi sürüp gelmişəm ay baba senin ATV'de ne işin var bunları o vaxtı görüp gelmişəm Afaq xanıma böyük hörmətim var Rafael'lə coşqunsuz veriliş olar buradan Müşfiq bəyə səslənirəm ay Selin maaşını çoxalt nə ol gəlmişəm ki dərdimi sizinlə bölüm bir afətə ceyrana düşübdü könlüm danışamıram təzyiqim oynadı protezim qulaqları dayan görüm münasibəm mən münasib şengence belə bir mahnı yazıp saçlarım ağarı biçimde bir cavan var münasib efirde münasib ey münasibem ben münasib şengence belə bir mahnı yazıp saçlarım ağarı biçimde bir cavan var münasib efirde münasib Baba səndən xoşum gəldi. Bu işi düz qoş eləyəcəm. Belə sənin Sənubərlə belə yaxın izdivacın olub, yəni yaxın türkü məsələn danışmısanmı, görmüsənmi, bir səsini ikilikdə eşitmisənmi, nə tərəf? Yox vallahi mən burada indi televizorda gördüm. Sonra dedim bir gedim dana. Nəyini bəyəndin? Onu da burada axtarırdım o da. Ay, Adam hər televizorda gördüyünü ala. Ay qocalıqdır dana. Ondan da belə oxuyub oynaya biləsənmi yəni? Daha cıvraq olaram o yanında. yox, nəyini bəyəndi? Sənibər Lady'nin nəyinə vurulmusunuz? Belə dana jivoydu dana belə özünü gənc kimi aparır. Əsl mən deyəndi dana o Könül sevən göyçəklər, xətrinə deyin də. Bir dayan, nə könül sevə. Afaq xanım qadan Vermirsən? Münasib kişi, sənin başqa xəstəliyin zadın yoxdur. Yox, biraz radikulit var, o da oturub biraz. Radikulit yox, mən qulaq askına. İndi sənlə bir bunu alıb aparacaqsan, indi bir söz demirik də, o da deyir ki, yəni xeyir işi adam mübarək olsun deyə, bura xeyir işi. Mən o məsuliyyəti boynuma götürə bilmərəm. Allah ömür versin. Gedim qalım, nağarım. Nə deyirsən? Yaxşı ol, sağ ol. Münasib baba, gedin münasib vaxtı gözləyin, biz sizə xəbər eləyəcəyik münasib Hə, vaxtı. da sizə umudam. Sağ olun. Yaxşı yox, Sağ olun. yaxşı yox, yaxşı yox. Ah, salamın. Bir damcı üzümüzü güldürdülər deyə o dəqiqə ürəyinizi çıxardıb verdiniz. Bu qədər sizi güldürürəm, mənə niyə vermirsiniz ürəyinizi? Sən güldürmürsən, sən mənə qan utdurursan. Hara güldürürsən? Nə yaxşı ki varam, hə Faxan? Sən, Səni verənə şükür, davam edir. vallahi, gedək. Rafael bəy, nə yaxşı ki varsınız. Şirvan Gənclər Evi üzümüzü güldürə biləcəkmi? Əvvəllər də Novruz bayramı qeyd olunurdu, amma indiki kimi yox. Necə idi ki baba? Bala, Novruz bayramı təbiətin yaşıllandığı bayramdır. Çiçəklər açır, arılar bal toplayır, ağaclar yaşıllaşır, köçəri quşlar gəlir. Budur deyə. Yəni deyirəm, qaranquşlar, durnalar, hamısı qayıdır. Bir də tanımadığın qohumlar çıxır ortaya. Hamısı gəlir qonaqlığa.
şəkər bura paxlava yeməyə. Başqa vaxt heç yadlarına da düşünürsən. Oo, salam aleyküm. Mənə tərsiz bayramınız mübarək. Çay gətir az, çay gətir balama, şəkər bura. Abi hələ indi kimdəsin? Nə vaxtda hazır olacaqlar? Qonağın gəlir, qonağın qabağına nə qoyacaqsan sən? Azabına bax, az hələ bu kimdənə hələ indi biz bunu nə vaxtda qonaq gəlib qapığa. Bunları indidən hazırlayıb qoymalısan, çay hazırla. Çay olsa gəldi, valla pürrəyəm. Saçıq dursun, bax. Aldığın qoz bundan artıq olmayacaq ki, ay kişi. Qoz sınmır. Xarab niyə? Sən kimsən? Mən Fərrux əmi, sən məni tanımadın? Tanımadım. Mən o vaxtı Ulu Babun Osmanlı dövründə Suriyadan alıb gətirdiyi arvadın oğluyam, Əliş xan. Əliş xan. Bu çox uzaq oldu. Hə, Əliş xan. Bəs sən kimin nəyirsən, abala? Nə bilmək, gördüm hamı bu evə girir, mən də gəldim bura. Ay bacı, nə oldu dənə çayoz yoxdur? Yaxşılıq Qozdan bədir. Yaxşılıq eləndə şəkər buranın işliyini az edirəm. Sağ olun. Şirvan buradaydı, hə? Qaldırın bir görək hardadır sizin yeriniz. Hə, deyirlər burada. İndi qalıblar burada. Buradadılar. Fəxr nə? Uşaqlar, özünüz baxanda gülmüşdünüz. Mən elə gəlir ki, onların yumor hissi ilə bizim yumor hissimiz fərqlidir. Ola bilər fərqlidir. Prosta yenə də heyf o rekvizitlərdən, o xalçalardan tapıbsınız, yığıbsınız. Yəni kadr olaraq gözəl kadrdır, qəşəng və nə bilim hər şey sadəcə olaraq yaradıcılıq yoxdur içəridə. Birincisi o bənövşə, Kalağaylı qız var idi orada. O bir suyu, bir balaca mənə gəlir ki, o Afa xanımın yaşlı eynəkli adamdakı Bibi obrazına yox, oxşarlığı var idi. Qrimi hardasa elə bir istəyən mənə gəlir ki, oxşatmaq istəmişlər, nə idi? Şirvanda çox olmuşam, elə qaşlı insanlar görmüşəm. Yaşlı eynəkli adamda. Ay yox, yenə söylüdür. Yox, söylüdən mi? Ola bilsin, hə, söylüdə. Yox, söylüdə. Orada İsmail çıxardılar. Mən sizin yerinizdə olsaydım, o mollanın orada qalmağı artıq, indi molladır, baba, artıq bir şeydir. Elə baxaydı, gəldilər, pəsətqə elədi ki, durdu, qaçdı. Hə, uşaqlar. Yaxşı məqamlar çoxunu istifadə edə bilməmiş. İdeya var idi, ideya olaraq yaxşı var idi ideya. Rekvizit var idi, müsbət cəhətlər var idi, amma əfsuslar olsun ki... Saqqalardan tapmışsınız. Bir dənə saqqal bəyənildi. Yenə deyirəm, var idi sizdə. Siz Füzulidən müqayisədə yaxşı idiniz videomuz. Goranboy ilə müqayisədə çox zəifsiniz. Hər şey nisbit də indi. Goranboy ilə şimdi müqayisə eləməyə dəymir. Daha çox, hə. Goranboy möhtəşəmdir. Uğurlar uşaqlar, çalışaq gələcəkdə inşallah bundan da yaxşı olsun. Uğurlar. Goranboy deyə bilər ki, iddialıyıq. Ay sağ ol. Finala, ağzından finala bu günləri elədilər. Pis rəqqasa hər meydan dar gəlir, odur ki, bəhanələrin arxasına sığınmayaq. TikToka adi telefonla ondan 10 qat artıq daha gülməli videolar çəkirsiniz, görürük, izləyirik. İndi bunlardan danışırsınız, Şirvan komandasından. Qızım, sənə deyirəm, gəlinim, sən eşit söhbəti də hamı özlərinə pay götürsün. Gənclərə dedik bu sözümüzü. Gəlin görək, Göyçay Gənclər Evi elimizə bahar gəlir mövzusuna necə yanaşıblar? Ay evi yiyəsi gəlsənə. Keçələ xələt versənə, xurcunu doldursana. Razı yola salsana. Açıq aktyor gətirmisən evə. Yox, arvad, nə aktyor, istəyə qonşulardır. Xələt almağın dərdindən yeni ildə Şaxta Baba qarqız paltar geyinib gəlmişdilər. İndi də Novruzda axı, keçərsiz, kösasız Novruz olmur axı. Razı yola salsana. Qonşu oldu, çox sağ ol. Gələn bayram bir də gələrsiniz, gəl. Bəs mən? Köpək oldu, ədə verdim də, çıxsıra. Arvad, deyirəm bir il dörə bu evə köçmüşük, qonşulardan yarımadıq da, keç sər, keç. Özümüzkilərdən yardıqçı özgələrdən də yarıyaq. Bu deyil oğul. Gülçin bacım qızları qala-qala getdi Rusiyyətdən arvad aldı. Arvad, otur sən canı. Acımızdan öldüyü bir tikə boğmalanaq. Это azərbaycanski plov? Elə belə plovdur, bala, döşəməli plovdur. Что такое döşəmə? Döşəmə. Azaşuyidə. Aton ağzı yansın, ay məni qınayan. Deyəsə yenə papaq atırlar. Açı yedinci papaq deyə atırlar. 200 sənədə papaq atsalar az qaladıq bu günləri. Vay aman, belə papaq olar buyu deyə buyu dolmur.
Aparın boğmalar. Axırıcı gəncli olsun. Ay balaca Aramzadə, anəsində papa qoymamsan, hamısı bizim padesdədir. Hay at ona nə? Xeyr, nə baba? Şəmsəddin əmi, qulaq balına gəlmişdimi? Sən elə il boyu qulaq balı ilə məşğulsan da bala. Ondan ona, bundan ona. Dit, sülə. Batop. Əb xarabada bir dənə fəri qonşu tapalmadı, nə? Bayramda zəhər elədilər. Abala sən aç da yemədin, heç olmasa gələ bu dana bastırmadan ye də. Dana bastırma yanı, karowy, zakopali. Zemlю? Soğanı zakopali. Ой, на улице пожар. Это не пожар, tonqal qalayıblar ya adətimizdir. A çiçeği deyirəm, çiçeği qoşla. Sə vallah. Durum getdi ye. Arvad, deyirəm qonşularımız əslində yaxşı adam imiş. Doğrudan da bu bayram hamını barışdırırmış. Nədir? Son sözün oldu. Bilmədim mən. Amma bayram əhval-ruhiyyəsi var idi də sujetdə. Var idi. Var idi. Həqiqətən də o evdə oluruq bayram süfrəsində papağın əlindən otura bilmirik. Bəzən deyinirdi əvvəllər, indi dua edirik ki, uşaqlar hardadır gəlib qapıya papaq açsınlar, bir bayramı bir yaşayaq. Bir çox adətənlərini göstərdilər. Qulaq falını göstərdilər. Qulaq falı kreativ idi, gülməli idi. Süfrəni göstərdilər. Yəni Aparatla gəlib. Gələn qonağa, gəlin buralı deyildi, ona adətənlərini göstərdilər. Mən demək olar ki, alınıb videolar. Demək olar ki, alınıb. Qəşəng də sizə deyim, masanın üstünə xəş çəkmişlər, ha? Bəli, dana bastırması. Özə butafor, rekvizit zad yox, Bu aşın qarasından tutmuş, belə hər şeyi yüksək səviyyədə idi. Halaldır, uşaqlar yaxşı əziyyət çəkiblər. Daha da gülməli eləmək olar, qəşəng idi, yaxşı idi. Evinə yığışdığımız, yəqin süfrə açıb sizə, düzdür? Və nə pulla almışdınız onu? Kim pişirmişdi? Qazmaqlı plov. Lalə xanım Lalə xanım döşəməli aşdır, o döşəməli plovdur. Göyçayın döşəməli plovunun nəsə bir xüsusi fərqi var başqa yerlərin? Yoxsa? Ki, bəli, var. Nə? Çolpa göyçaylı olur. Nə bilim, fərqli olur, hə, fərqli olur. Başqa rayonlara nisbətən döşəməli fərqli olur bizdə. Yəni nəsə qatırsınız əlavə, xüsusi? Yox, heç bir şey qatmırıq, amma yəni dibinə qoyuruq. Elə Rafael müəllim deyəndi, çolpa göyçaylı olur. Həm də şabalıdır, belə hər şey. Hamı da kimdə, yəni nə fərq olur? Hamı elə pişirir, ha? Hamı elə pişirir. Dedi, heç nə qatmırıq. Qatsaydı başqa cür olur. Müşfiq müəllim, Göyçayda döşəmə plov bizim zonada olur, amma düzdür, başqa rayonlarda eləyirlər, amma Göyçaylı kimi dadlı döşəmə plov bişirən yoxdur. Gətirərdiniz də, baxardıq da. Üzürlü sayın, hə, Mən qohumlarıma deyərəm bir pişirsinlər, görə nə var, nə yox. Qaldı ki, digər yerlərin, zonaların yeməklərini onlar düyünü ayrı süzürlər, üstünə aşqarasını ayrı bişirirlər. Amma bizdə o aşqara düyünün altına vurulur, qazana vurulur, ona görə də döşəyirlər, elə bir düyünün altına, ona görə də döşəməli plov gedir. Mən Göyçaylı deyiləm, çox yerdə siz deyən kimidir. Çox yerdə bir yerdədir. Biraz çolpanı pörtlədirlər. Bişirirlər, amma ayrı pişirən də var, razıyam. Biləsuvarda bitən narın dadı ilə Göyçayda bitən narın dadı eyni olmadığı kimi, orada bişən aşın dadı ilə Göyçayda bişən aşın dadı. Elə burada Rafael müəllimin dediyidir də. Göyçayda yumuşqasının dadı eyni olmadı. O da düzdür. O hər yerdə vardı, o yayala. Onu təbiət getirir. Amma bişirmək bu artıq var olasın. İnşallah qonaq gələrsiniz, inşallah sizin üçün hazır. Çox sağ olun, təşəkkür edirik. Mən də döşəmə plov bişirirəm. Mən də bacarıram. Mən Göyçaylı deyiləm. Bilmirəm, dadı eynidir. Buyur, sizin zonanın döşəmə plovu döşəməyə tökürük. Hə də. Bu bizim kreativ redaktorumuzun fikri idi. Amma bir gün bişirərəm, gətirərəm, görərsiniz necə olur. Hə, bu tapmacadır. Yox. Elə belə. Mənə atırlar sözlərini. Amma zarafat oyuna Azərbaycanımızın gözəllərindən biri də onun mətbəxidir. Ki, hər bölgə, hər yeməyin özünə məxsusluğu var da. Nəyisə əlavə eləməlidir, nəyisə artıq. Və hər biri maşallah özünə görə dadlıdır. Hər yerimizin plovu da, bozbaşı da, aşı da. O vaxt Ağakərim Usta demişdi, nə qədər aşı var? 600 plov var, onun 300-ü cənubdan gəlib.
Bax indi təsəvvür edin ki, o növlərdir da. İndi biz yediyimiz pisincandır, nə bilim, qaralıdır, səbzidir, Dostun döşəmədir, hərdən elə plov növü sayır ki. Lərgə plov necə dadlı olur. Hələ sən bilirsən onu nə qədər yağ aparır. Lərgə plov. Nə qədər yağ aparır o. Onu Neftçalada mənim dostumun evində anası gil pişirirlər ondan. Lərgə plov? Lərgə plov. Mən yeməmişəm. Mən Neftçalalıyam, o plov yeməmişəm. Balığın bu tərəf, bu axır, işte Quru balığın. Quru balığın. Əllə. Ağzımız sulandı. Şəkər bura qırağı büküb, bir dənə bəzəyi vururam. Eləyər. Gətirin xəmiri zəhmət olmasa. Gətirsinlər, bu dəqiqə. Gətirin. Doğrudan, mən bükə bilmirəm, Rafael müəllim. olsun. Yaxşıdır. Bükə bilmirsən? Qırağını incə-incə bükə bilmirəm. Qəşəng bəzəyirəm, amma bükə bilmirəm. Xırda. Dostlar, bir şey deyim bilim, bizim Rafael'in bir xüsusiyyəti də var ki, tortun ölçüsündən asılı olmayaraq və adamın sayından asılı olmayaraq hər bir tortu elə dilimləyə bilər ki, mütləq o tortun yarısı əlavə hələ artıq da qalır. Yəni, hamıya bəhs edir, fərqi yoxdur tortdan boydadır. Yəni, çox unikal bir şeydir, tam səmimi deyirəm. Onu necə kəsir? Bu bacarıq necə yaranır, hardan yaranır? Hamıya çatır. Belə əməli başlayıb yeyirsən. Yox, yeyirsən, əməli başlayırsan. Bunun nəticəsi yarısı da qalır, deyir, burada sabahları yeyirik də. Mənə də o verilir də. İnşallah tortumuz olar, Rafael müəllim hamımız üçün onu bölər. Amma indi Göyçay Gənclər evindən gələn qonaqlarımız var, rəqs edəcəklər bizim üçün. Bu bayram günündə. Bu işləri az imiş, hələ bir rəqs eləyirlər. Süzər bağı, yar gələr, gəzər bağı. Bülbüllər süzər bağı, yar gələr, gəzər bağı. Dodağı gül qonçası, açılsa bəzər bağı. Dodağı gül qonçası, açılsa bəzər bağı. Göllərim yandara qız, eylə dərdimə çara qız. Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız. Göllərim yandara qız, eylə dərdimə çara qız. Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız. Bulud ötdü ayhanı, qaşın kimi yayhanı. Bulud ötdü ayhanı, qaşın kimi yayhanı. Gəzdim elə obanı, əldə sənə tayhanı. Gəzdim elə obanı, əldə sənə tayhanı. Tellərim yandara qız, eylə dərdimə çara qız. Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız. Tellərim yandara qız, eylə dərdimə çara qız. Ay qaşı gözü qara qız, eylə dərdimə çara qız. Təşəkkür edirik, çox sağ olun. Bu bayram günündə əhval-ruhiyyəmizi yüksəltdiniz və bu yüksələn əhval-ruhiyyəmizin düşməməsi ümidi ilə növbəti sujetimizə keçid alacağıq. Gəlsin görək, Qazax Gənclər Evi nə deyir? Allah'ıma ölüm ver. Buna da ayarma sıfatını ayarma. Sen bilmezsen dana yok. Cavanlaşmaktan ötürü eləyirəm. Ay qurban olum, cavanlaşmaq nədir? Çoban salatına oxşur, sıfatın xəbərin var. Xiyarım kim olsun? Bazarda yetdim lan, demə abi. Görsün özünə var, gözəlləşirlər. Ay Qəzəmfər. Ay Allah hepimiz. Ben bu evde rahat tapamıyorum. Nerede bala nedir? Ya sen başına əsəbləşmə. Gör nə qəşəng paxlava bişmişəm. Sən ölənlərini gör bir dadına bax. Yaxşı ol be, canın üçün. Bunu eləmi bunu? Təkşür mənim başıma, qurban olub. Paxlava deyil, ey quruşqa, da par bunu dədənə yesin. Dədəmin daşı Səy başı baş. Oy,
Bu yapala. Dünəri başa düşdü arvadından niyə qorxursan? Vaxtında Aybəniz almadın. Getdin öz bacın qızın evdə qalmışı. Sümbül baş Keybala xanımı. Aldın getdin mənim həyatıma. İndi ha vaxt görürəm qorxuram. Nə qarım mən bir yer? Hey tapdım. Nəyə tapdın? Hey tapdım. Novruzun 7-ci Sümbül. Sümbüllü. O boyda söhbətimdən Sümbülü tutdun, eləmi? Şimdi sana olub, niyə belə keçə oturmuşam burada? Heç nə yox, o boyda Bakıdan yol gəlmişəm, Baxarla görüşə bilmirəm, məndən də küsüb. Niyə qardaşım, niyə küsün? Adam da bayram vaxtı küs qalar. Onun tasını bilmirsən, imkan verir ki, görüşək. Kimdir qardaşım onun tası? Qəzənfər. Ay, o dərə Qəzənfər. Hə. Ay, narahat olma, qardaşım bu gün sizi görüşdürəyək. O necə olacaq? Ay, səni görüşmək lazımdır, mənlikdir. Hə, heç. Ey, ay bəniz. Buydu sən planı. Açsa Bahara görüşmək lazım deyildi. Nəysə, gəl, gedək. Qəzənfər için başını mən qapayım, sən Baharla görüşərsən. Aybəniz. Aybəniz. Səni bir dəfə itirmişəm. Bu dəfə tirəsi deyiləm. Hər şeyi hazırlamışam. Çıxırıq buradan, qaçırıq. Allaha and olsun deyirəm Aybəniz. Sizi gördüm, rahatlandım. Bir dəqiqə diyan ne? Nərman hanı? Kömək eləyir. Ay, mən Aybəniz deyirəm. Aybəniz hara getdin balam? Adı Qəzənfər. Qoğalın dadına baxmadın axı. Göz qaşla danışa. Mən himcin başa düşmürəm, elə Fail müəllim. Gözümə nəsə düşür. Deyirsiniz ki, Müşfiq müəllim bilər. Müşfiq müəllim nə deyirsiniz? Sanki ayrı-ayrı hissələr çəkiblər 1-2 gün ərzində, gecə, gündüz və s. Sonra hamısını gətiriblər montajora. Montajor deyib ki, uşaqlar, ssenari xanı bunu nətər yığaq? O kriminal işçi film var ya, Tarantinanın o ssenari dağılır. Sonra çaşbaşlı səhifələrin hamısının yerləri və nətər gəldi, yığırlar ki, əşi, dolduraq verək. Yəni, belə bir çaşqınlıq çox idi. İdeya var, yaxşı idi. Montajı uğursuzdu çox. Uzun idi, daha qısa eləmək olardı. Səs bilim. Amma ayrı-ayrı vaxtlarda, yəni deyim, bizim münsiflər də bilsinlər, komandalar müraciət edirlər ki, bizim videolara çox vaxt verin, biz istəyirik videolarımız uzun olsun. Onlara yenə deyirəm, efir vasitəsilə deyirəm. Bu əzabı uzatmaq istəyirlər. Yox, yəni fərqi yoxdur, 2 dəqiqə, 3 dəqiqə, 1 dəqiqə veribdir. 30 saniyə ilə bir video eləmək olar ki, kiminsə 5 dəqiqəlik videosunu sən puç eləyə bilərsən, yaxşı mənada. Öz qısa, lakanik videonla uzun, yəni uzatmaq o demək deyil ki, bu gülməli olacaq, bu gözəl olacaq və s. Xeyr, o yalan söhbətdir, elə şey inanmayın. Uğurlar qazaq, ümid edir ki, inşallah növbətlər daha yaxşı olsun. Bəli. Mənə gəlir ki, Müşfiq müəllim hamımızın yerində danışdı. Bəli. Afakam sizin də yerinizə danışdı. Mən də onun fikirlərdən şərikəm. Müşfiq müəllim hamının yerinə danışdı. Müşfiq müəllim... Üzr istəyirəm. Təşəkkür edirik sizə. Siz hər zaman belə hər tərəfli insansınız. Sən danışma. Sən də yerinə danışmışam. Mən də yerimə danışdınız. Danışın. Sözünüzü balla kəsirik. Təbii dağ balı ilə kəsirik. Üzr istəyərək Azaq Gənclər Evindən qonağımız var. Böyük məmnuniyyətlə. İcazə verirsinizsə, onun çıxışını izləyək. Kim gəlib Qazaxdan? Sazla gəlmişsiniz, sözlə. Bizim köynə dostumuzdur. Artıq Şəngəncin ulduzuna çevrilib. Xaqan görək nə ifa eləyəcək bu Novruz bayramı günündə.
ecel beni alsa da, gözlerim kapansa da, yıldızların altında. Yanmam gönlüm yansa da, ecel beni alsa da, gözlerim kapansa da, yıldızların altında. Gözlerim kapansa da, yıldızların altında. Xaqan, o eynək ulduzlaşmağa başladığınızın bir əlamətidir yoxsa? Sizdən gələn ışıltılar gözümü şeyləməsin. Xahiş edirəm bu cavabı alqışlayaq. Suraxanı Gənclər Evinin süjetinə baxaq. İnşallah ki, fikrimiz aydınlaşır. Ne yalan deyirsiniz, ben nəsə yaxşı gedir. Çayla qəşəng gedər dedi. Çayla qəşəng gedər. Bəli. Gəlin sonuncuya da baxaq. Baxaq. Çünki tək-tək danışılası. Dilimiz açılar. Bəlkə bir ümid Qobustana gedir. Ümidlərimiz böyükdür Qobustana. Ay bala uçağı qala görüm orada. Yağ getir evdə. Ay kız tut bir işin ucundan da çırp da o palazı. Ay kişi az tüslət bunu. Boğulduq ki. Az danış, birazdan yatacaq. Yatandan sonra tullanarsan. Bir də mənə bax. Tullananda yaxşı arzular tut. Deyək mən o vaxtlar sənə yaşlı olanda arzu tutdum da, nə oldu? Heç. Elə ancaq danışsın, danışsın. Uşaqları yığıb başına. Keçmiş dövrdəki bayramlardan bir danışmır, Hə, bala, hazırdır. Tulla. Arzu tulla. Bəli, arzu tut, sonra tulla. Ay kişi, sən də tulla. Tullarım da. Arzu tut variantdan çıxması. Mən arzum tutub tutarmışam.
Ancaq bahar qızı olmuşam. Gəl gedək anamıza kömək edək. Bahar gəlir gəlsin də. Bu qədər əziyyətlər sadəcə bahar üçündür. Bahar gəlib özü eləyə bilmir. Siz niyə əziyyət çəkirsiniz ki? Var idi. Qobustan. Qobustan. O axırda çox möhtəşəm bir zarafat idi. Bahar gəlib özü eləyəsin. Hə, nə deyirsiniz? Suraxanı və Qobustan. Deməyə sözümüz. İkisini birdən çıxardaq. Nə bilim, sanki bu videoda sonuncuda. Amma nənə həyəti var idi. Əsl nənə həyəti idi. Yox, başa düşürəm. Sanki biz demişdik ki, bizi qədimi əşyalarla tanış edeyim. O zarafat da ki, köhnə zarafat, səhv eləmirəmsə, kollegalar məni dəstəkləyər. O sonluğu qoyan qız, bilirsən, o yenə bir balaca dildə bilərdi də sonluğu. Gəlir, gəlsinlər, nə gəlsinlər, böyləsə gəlsin də. Bu sonluqdur, uşaqlar, başa düşürsünüz. Bununla da sizin videonu tutarır. İnşallah, belə olmaz. Valla adam qanını qaraldırsınız. Müdafiə də elə bilmirəm sizi, çünki kör görmürsünüz, deyəcəklər ki, biz burada qala-qala, biz belə işləri göstərə-göstərə. Bax, növbəti belə olmayacaq, özünüz bilərsiniz. Mən hər dəfə münsiflərə xatırladacağım sizin bu mənfi süjetlərinizi. Narahat olmayın. Afaq xanım. Lazım deyil, biz özümüz burada qeyd eləyirik. Lazım deyil girdən Bir dəfə də məndən həmfikir olun da, nə olar, bayramda olar qəlbin qırmırsınız. Mənə nəyə həmfikir olmursunuz? Dekabrın 31-ni gözlə. Niyə? Yeni ildə. Ondadır, mən tamamilə başqa cür oluram. Qobustan Gənclər evindən gələn qonaqlarımız var. Gəlsinlər, görək süjetlərini unuttura biləcəklər bizə.
Adınız necə oldu? Adım Elvin. Elvin. Ansamblunuzda siz təqdim edin zəhmət olmasa adlarını. Tarda kim idi? Tarda Ömər Qayıbov. Nağarada? Nağarada Zəfər Fərzəliyev. Kəmanda? Kəmançada da Ömər Eyübov. Səxavət Məmmədov, Allah rəhmət eləsin. Dəyərli sənətkarımıza çox bənzəyirsiniz. Bəli. Məncə özünüz də bənzədirsiniz, hə? Biraz elə bir ona. Özümü elə bir ki... Jestlər, Bəli. biraz görünüş. Bu sənətin dalınca getmək istəyirsən, sevirsən bunu, axıra qədər. Axıra qədər. Xanəndə olmaq istəyirsən, onda oxuma. Niyə oxuma? Səsin yorulur. Lazımlı, bəli. Lazımlı, lazımsız. Səni oxudublar. Sən də həvəslənmirsən, oxumusan. Səsi elə bir vəziyyətə gətirmirsən ki, bu dəqiqə sənin səsin belə loridində sənə başa salan. Burunla əsas burada səs teli var, onun arasındadır. Keçid dövrü. Eləmə, oxuma. Sən desələr oxu, deməli o adam sənin düşmənindir. Çox sağ olun, təşəkkür edirik uşaqlar. Sizi yola salaq, təşəkkür edirik gəldiyinizə görə. Və bu möhtəşəm şən sujetlərdən sonra bu bayram günü olan buraxılışımız sona çatır. Hər zaman bir oraq, birgə olaq, milli adət-ənənələrimizi qoruyaq. Nəinki bayramlarda hər zaman bir-birimizin halını, əhvalını soruşaq. Çünki bizi möhkəm edən, bizi qüdrətli edən birliyimizdir. Nə yaxşı ki varsınız. Dostlar, sonda siz gəncləri səhnəyə dəvət eləyəcəm. Bir yallı səslənəcək, yallı sədaları altında bu bayram günü hər kəslə sağollaşacağıq. Gəlin dostlar, yallı səslənsin. olsun. Hər zaman deyin, gülün, şənlənin, salamat qalın. Gələn həftə görüşərik. Özünüzə yaxşı baxın.